usta nə bişirsən? Nə, makaron. Qəşşək sarımsaq qatıqla makaron. Vuracaq bədənə. Sarımsaq var ki? Yoxdur sarımsaq? Yox. Onu da almaq lazımdır. O təzə gələn türk ustanın adı nə idi? Mahmud usta. Ha, bir dənə onu çağır. Usta! Mahmud usta! Efendim? Bəhruz usta çağırır səni. Tamam. Efendim usta? Ha. Ha bu sarımsağa, Mahmud usta, sarımsağa türkçə nə deyirlər? Sarımsak diyorlar hele. Elə sarımsaq Sarımsaq. deyirlər. Get iki dənə sarımsağı al. Qəşşək onu döy. Gətir yeməyə doğru oturaq bir qəşşək yeyək. Döyün mü? Ha. Amma qəşşək döy ha. Belə qəşşək döy. Baş üstüne usta. Davay. Bu türk usta harda qaldı? Göndərdi ki, sarımsaq döysün. 5 saatdır gətirib çıxartmır. Görək hardadır? Bu sarımsaq döyməyə getmiş. Gedək görək nə oldu bu? Ay Mahmud usta, nə qarırsan? Döyüyorum. Nə döyüyorsun? Az Ha, sarımsağı nə qarır bu? Sizdə əzməyə nə deyirlər? Döyme. Ha, döymək buna yox, biz yemək bişiririk. Bunu əzməlisən ki, gətirə yeməyə bıraq yeyək. Bu adam biz başa salamayacaq qaqa. Götür bunu gedib. Bu nə tədə bağlı biz qoşla buna. Valla mənim sənə sözüm yoxdur ha usta.